Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 4-cü sinif riyaziyyat dərsliyindən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Vurma yaxud bölmə əməlindən istifadə etməklə hərflərin qiymətini tapın. Baxaq. Bizdən A-nın qiymətini soruşur. Baxırıq burada hər xananın içinə 156 yazılıb və 3 dənə xana var. A-nın qiymətini tapmaq üçün 156-nı vururuq 3-ə. 3 dəfə 6-nın 18, 8 bir yadda. 3 dəfə 5-in 15, bir də yadda 16. 3 dəfə 6 yazırıq bir yadda. 3 dəfə 1-in 3, bir də yadda edir 4. Yəni A-nın qiyməti etdi 468. Davam edək. Hərflərin qiymətini tapmaq üçün baxırıq bizə ümumi uzunluq 720 verilmişdir və 2 dənə xana var. Hərəsinin içinə M yazılıbdır və bir dənə M-in qiymətini tapmaq üçün 2 dənə xana olduğu üçün 720-ni bölürük 2-yə. 7-nin içində 2 3 dəfə, 3 dəfə 2-nin 6. 7-dən 6 çıxanda 1-i, 2-ni düşürük aşağı. 12-nin içində 2. 6 dəfə, 6 dəfə 2-nin 12. Sonuncu 0 isə gətiririk qismətə. Yəni edəcək 360. M-in qiyməti 360 edər. Ümumi 875-dir. Baxırıq neçə dənə xana var? 1, 2, 3, 4, 5. Yəni 5 xananın qiymətini tapmaq üçün, hər xananın qiymətini tapmaq üçün, yəni bir dənə D-nin qiymətini tapmaq üçün 875-i bölürük 5-ə. 8-in içində 5 bir dəfə. 8-dən 5 çıxsaq 3. 37-nin içərisində 5 7 dəfə. 7 dəfə 5-in 35. 25-in içində 5 5 dəfə. Edəcək 25. Yəni bir dənə D-nin qiymətidir 175. Hər biri 175 edir. D neçəyə bərabər oldu? 175-ə bərabər olmuş oldu. Davam edək. N-in qiymətini tapmaq üçün bir dənə xananın 298-dir və 3 dənə xana var. 3 dənəsinin qiyməti, yəni ümumi uzunluq, ümumi nə qədər eləyirsə N-i tapa bilərik. Ümumi 3-ünün cəmi nə qədərdir? 3-ə vururuq. 3 dəfə 8-in 24, 4 yazırıq 2 yadda. 3 dəfə 9-un 27, 2 də yadda 29, 9 yazırıq 2 yadda. 3 dəfə 2-nin 6, 2 də yadda 8. Ümumi N-in qiyməti edəcək 894. Davam edək. Hesablayın. Hesablayaq. Öncə mötərizənin içini hesablayırıq. 18-dən 18 çıxsaq qalır 0. 2-ni 0-a vursaq edir 0. 0-da 231-ə vursaq edəcək 0. Yəni 0-ı neçəyə vursaq fərq etməz. Cavabımız 0 edəcək. Burada ilk öncə düşünək ki, bərabər yazırıq. İlk öncə mötərizənin içini hesablayırıq. 423-dən çıxırıq 143-ü. 423-dən 143 çıxanda bir dəqiqə. 423-dən 143 çıxa bilərik. 3-dən 3 çıxanda 0, 2-dən 4 çıxmaq olmur. 12-dən 4 çıxanda 8-i. Burada qaldı 3. 3-dən 1 çıxanda qalır 2-si. 280. Neçədir? 280 etmiş olacaq. Mötərizənin içi etdi 280. Yazırıq bura. 560 çıxaq 280 bölək 5. Yəni siz dəftərinizdə yazanda bərabər qoyub qarşısından yazırsınız. İlk öncə bölmə əməlini yerinə yetiririk. 560 çıxaq qalır. 280-i 5-ə bölsək. 28-in içərisində 5, 5 dəfə. 25 çıxsaq qalır 3. 30-un da içində 6 dəfə. 560-dan da 56 çıxsaq qalır 504. Növbəti tapşırığa baxaq. Bərabər yazırıq. Ardıcıl vura bilərik. 4 dəfə 5-in 20, 20-ni 8-ə vursaq. 8 dəfə 2-in 16 edir, arxasında 0 yazırıq. Yəni edəcək 160. 160-ın üzərinə 512 gəlsək, yüzlükləri toplasaq, 100-dən 500-ün cəmi edir 600, 60-ın üzərinə 12 gəlsə edir 72. 672 edər.
Növbəti tapşırığa baxaq. Bərabərdir. Əvvəlcə vurma əməlini yerinə yetiririk. 46-nı 5-ə vurub sonra 2-yə vura bilərik. Amma daha rahat tez tapmaq üçün öncə sonu sıfırla bitən ədədi tapaq. 5-i 2-yə vursaq edəcək 10. 46-nı da 10-a vuranda eləyir 460. 460-dan da 294 çıxırıq. 460-dan çıxaq 294. Sıfırdan 4 çıxmaq olmur, 1 onluq ayırıq. 10-dan 4 çıxsaq 6-sı. Burada qalır 5. 5-dən 9 çıxmaq olmur, 1 onluq ayırıq. Edəcək 15. 15-dən 9 çıxanda qalır 6. Burada da qalmışdı 3. 3-dən 2 çıxanda qalır 1. Edəcək 166. Davam edək. 125 vuraq 3, bölək 5, çıxaq 75. 125-i 3-ə vururuq. 125-i 3-ə vursaq edəcək 375. Bölürük 5-ə, çıxırıq 75-i. Bərabərdir. 375-i 5-ə bölsək, 37-nin içərisində neçə dənə 5 var? 7 dəfə. 7 dəfə 5-in edər 35. 37-dən 35 çıxsaq qalır 2-si, 5-i də gətirsə 25-in içində 5 dəfə. 75-dən də çıxsaq 75-ə qalacaq 0. Növbəti tapşırığa baxaq. Qalıqlı bölmə əməlini yerinə yetirin, cavabın doğruluğunu yoxlayın. Yoxlayaq. Əvvəlcə bölməni yerinə yetirək. 17-ni 3-ə bölsək, düşür 5-i, 5 dəfə üçün 15. Qalıq da qalır 2. Yəni 5-i 3-ə vurub, üzərinə qalığı gəlməklə cavabın doğruluğunu yoxlaya bilərik. Bölünəni alırıq. Edir 17. 33-ü 7-yə bölsək, 33-ü 7-yə böləndə düşür 4-ü, 4 dəfə 8-in 28, 33-dən də 28-i çıxsaq, qalır 5. Gəlin cavabın doğruluğunu yoxlayaq. Necə yoxlayırıq? Qisməti vuraq bölənə, 4-ü vuraq 7-yə, üzərinə gəlirik 5-i. 4 dəfə 7-in 28, üzərinə 5 gəlsək 33 edər. 55-i 4-ə bölsək, 55-i 4-ə böləndə düşür. Düşəcək 13-ü, qalıq da qalır 3. 13-ü vursaq 4-ə, üzərinə gəlsək 3-ü. 13-ü 4-ə vursaq edir 52, üzərinə də 3 gələndə edir 55. 162-ni 7-yə bölsək, 162-ni 7-yə bölsək, kənarda da bölə bilərik. Mesela buradan silək bunları. %62'ni 7'ye bölsək, 162'ni bölək 7'ye. 16'nın içində 7 2 dəfə, 2 dəfə 7'nin 14. 16'dan 14 çıxanda qalır ikisi, 2'ni düşürdürük aşağı. 22'nin içində 7 3 dəfə. 3 dəfə 7'ni edir 21. Qaldı neçə? 1. Yəni bərabərdir. 23'ü düşür. Qalıq da qalır. Bir dəqiqə. Aha. 23'ü düşür. Qalıq qalır 1. Yoxlayaq. 23'ü qisməti vururuq bölənə. Üzərinə qalıq əlavə etməklə 162'ni almış oluruq. 344'ü 5'ə böləndə 344'ü bölürük 5'ə. 344'ü 5'ə bölsək, 344 bölək 5. 34'ün içərisində 5 edir 6 dəfə. 6 dəfə 5'in 30. 34'dən 30 çıxsaq 4'ü. Buradakı 4'ü gətiririk aşağı. 44'ün içində 5 edir 8 dəfə. 8 dəfə 5'in 40. Qalır 4'ü. 4 olur bizim qalığımız. Yəni 68'i düşür, qalıq qalır 4. Ne edirik? Qisməti 68'i vururuq bölənə, üzərinə gəlirik qalığı. 68'i 5'ə vursaq edəcək 340. Üzərinə də 4 gəlsə edəcək 344.
588'i bölək 9'a. 588'i 9'a bölsək, 58'in içərisində 9 edir 6 dəfə. 6 dəfə 9'un 54. 58'dən 54 çıxsaq qalır 4'ü, 8'i gətiririk. 48'in içərisində 9 5 dəfə. 5 dəfə 9'u nedir? 45. Qaldı 3. Yəni 65'i düşür, qalıq da qalır 3. 65'i 9'a vurup üzerine 3 gelsək 588 eder. 599'u 9'a bölək. 599'u daha doğrusu 8'e bölək. 59'un içərisində 8 edir 7 dəfə. 7 dəfə 8'in 56. 59'dan 56 çıxsaq qalır 3'ü. 9'u gətir yaşaq. 39'un içərisində 8 edir 4 dəfə. 4 dəfə 8'in 32. Qalır 7. Yəni 74'ü düşür, qalıq da qalır 7. 74'ü 8'e vurup üzerine 7 gelsək 599'u almış olarıq. 617'ni bölürük 6'ya. ...617 bölək 6. 6'nın içində 6 bir dəfə. 1'i düşürdürük. 1'in içərisində 6 yoxdur. Yuxarıdan 2 rəqəm düşürdüyümüz üçün qismətə 0 əlavə edirik. 17'nin içində 6 edəcək 2 dəfə. 2 dəfə 6'dan 12. Qalıq da qalır 5. 102. 102'si düşür. Qalıq qalır 5. Misalın doğruluğunu da 102'ni 6'ya vurup üzerine 5 əlavə etməklə yoxlaya bilərik. 781'i 2'ye bölsək, bütün tək ədədləri 2'ye böləndə bilirik ki, qalıq 1 qalır. Bu qaydadır. 781'i bölürük 2'ye. 7'nin içində 2, 3 dəfə, 3 dəfə 2'nin 6. 18'in içində 2, 9 dəfə, 9 dəfə 2'nin 18. Qalıq da qalır 1. Və bura 0 əlavə edirik. Qismətə 0 əlavə etməyi unutduq. 390'ı düşür. 390 qalır 1. 390'ı 2'ye vurup üzerine 1 əlavə etsək 781 almış olarıq. 873 873'ü 5'e bölsək. 873'ü bölürük 5'e. 8'in içində 5 bir dəfə. Bir dəfə 5'in 5. 8'dən 5 çıxsaq qalır 3'ü. 37'in içində 5 7 dəfə. 7 dəfə 5'in 35. 23'ün içində 5 4 dəfə. 4 dəfə 5'in 20. Qaldı 3. Yəni 174'ü düşür. Qalır 3. 174'ü 5'e vurup üzerine 3 gelsək 873 almış olarıq. 999'u 8'e bölsək 999'u bölürük 8'e. 9'un içində 8 bir dəfə. Çıxdıq. 19'un içində 8 2 dəfə. 2 dəfə 8'in 16. 39'un içində 8 edir 4 dəfə. 4 dəfə 8'in 32. Qalıq da qalır 7. 124'ü düşür. Qalır 7. 124'ü 8'e vursaq üzerine 7 əlavə etsək. Baxın, ayrılıqda da yaza bilərik. 124'ü yenidən vura bilərik 8'e. 8 4'ün 32, 2 3 yadda, 8 2'nin 16, 3 də yadda 19, 8 1'in 8, bir də yadda 9. 892 aldıq. 892'nin də üzərinə qalığı gəlsək, yəni 7'ni gəlsək edəcək, üzrsən 992 aldıq. 992'nin üzərinə 7'ni gəlsək edəcək 999. Davam edək.
Əvvəlcə bərabərliyin sağ tərəfini hesablayın, sonra isə tənliyi həll edin. Tənliklərimizi həll edək. Baxaq, əvvəlcə bərabərliyin sağ tərəfini hesablayırıq. 213-ü vururuq 3-ə. 213-ü 3-ə vursaq 200-ü 3-ə vursaq 600, 13-ü də 3-ə vursaq 39 edir 639. Sonra baxırıq bərabərsizliyə, tənliyə həll edirik. A çıxaq 72 bərabərdir 639. Biz çıxma işarəsini görürük. Çıxmanın komponentini yada salırıq. Azalan, çıxılan fərq. A nəyin yerində durub? Azalanın. Məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. Yəni 639-un üzərinə 72-ni gəlirik. A da bərabərdir 639-un üzərinə 72 gəlsək, 630-dan 70-in cəmi 100 edir 700. 9-un üzərinə 2 gələndir 11. 711 etmiş olar. 716-nı 2-yə bölürük. 7-nin içində 2 edəcək 3 dəfə. 11-in içində 5 dəfə. 16-nın da içində edər 8 dəfə. 358. Toplanan cəm kimi baxsaq, birinci toplanan məchuldur, ikinci toplanan 128, cəmimiz 358-dir. Məchul toplanan tapmaq üçün 358-dən çıxırıq 128-i. B də bərabərdir. 300-dən 100 çıxsaq qalır 200. 58-dən 28 çıxsaq qalır 30. 230 almış olarıq. Baxaq, 800-ü 5-ə böləndə edəcək 160. Toplanan cəm kimi baxsaq, birinci toplanan 160, ikinci toplanan bilmirik, məchuldur, cəmimiz 160-dır. Məchul toplanan tapmaq üçün cəmdən 160-dan çıxırıq məlum toplananı. Digər 160-ı x bərabərdir, qalır 0. Davam edək. 157-ni 4-ə vuranda neçədir? 4-ü 7-yə vursaq 28, 8, 2 yadda. 4 dəfə 5-in 20, 2 də yadda 22, 2 yazırıq 2 yadda. 4 dəfə 1-in 4, 2 də yadda 6. 628 etmiş olar. Azalan çıxılan fərq kimi baxsaq, baxırıq çıxma əməldir. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. 705 bizim azalanımızdır. 628 isə fərqimizdir. Y bərabərdir. 705-dən çıxırıq 628-i. 5-dən 8 çıxmaq olmaz. Onluğumuz 0-dır. Yüzlüyü ayırırıq. Onluq edəcək 9, bura edəcək 15. 15-dən 8 çıxsaq 7-si. 9-dan 2 çıxsaq 7-si. 6 qalmışdı. 6-dan da 6 çıxsaq qalır 0. Edəcək 77. Davam edək. Əvvəlcə 95-i 7-yə vururuq. 95-i 7-yə vursaq 7 dəfə 5-in 35. 5 yazırıq 3 yadda. 9 dəfə 7-nin edəcək 63. 3 də yadda edir 66. 665. Azalan çıxılan fərq kimi baxsaq, M bizim azalanımızdır. 212 çıxılanımız, fərqimiz də etdi 665. Məchul azalan tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə edirik. M də bərabərdir, edəcək 870 7. Davam edək. Boş xanalara uyğun rəqəmləri tapın. Tapaq. Bura 5 yazsaq, 5 dəfə 7-in 35. 5 yazırıq 3 yadda. 8 əlavə etsək, 5 dəfə 8-in 40, 3 də yadda edəcək 43. 8 dəfə 4-ün 32. 2 yazırıq 3 yadda. 8-i 0-a vursaq 0, 3 də yadda 3. 8-i 1-ə vursaq edər 8. 4 dəfə 6-nı 24. 4 yazırıq 2 yadda. 4 dəfə 3-ün 12. 2 də yadda 14. 4 yazırıq 1 yadda. 4-ü vursaq 2-yə edəcək 8. 1 də yadda 9. Bölməyə baxaq. 9 dəfə 7-nin edir 63. 64-dən 63 çıxsaq qalır 1-i. 4-ü düşürük aşağı. 14-ün içində 7, 2 dəfə. 2 dəfə 7-nin 14. 14-dən 14 çıxsaq qalır 0. Davam edək. Baxırıq, bura yazıb 28.
4'ü neçəyə vursaq 28 edər. 28-i 4'ə böləndə edir 7. Yəni 7 dəfə 4'ün 28 edir. Və çıxıb bura yazıb 3. Neçədən 28 çıxsaq 3'ü qalar 30, neçədən 28 çıxsaq 3'ü qalar 31'dən. 31'dən 28 çıxanda qalıb 3'ü, 7'ni düşür aşağı. 37'nin içərisində 4 9 dəfə, 9 dəfə 4'ün 36, qalıq da qalır 1. Davam edək. 2 dəfə 3'ün 6 çıxdıq yazıbdı. 2'ni düşürdü aşağı. Bura 6 yazıb. Demək ki, burada 6 imiş. 2 rəqəm düşürdüyümüzə görə bura bir 0 yazırıq. 26'nın içərisində 3 8 dəfə, 8 dəfə 3'ün 24. 26'dan 24 çıxanda qalıq da qalacaq 2. Davam edək. Venn diaqramının orta hissəsinə uyğun əlaməti tapın. Verilən ədədlər hansı hissələrə yerləşdirmək lazımdır? Baxaq, diqqət edirik Venn diaqramına. Venn diaqramda bilirik ki, bizə kənarlarda fərqli xüsusiyyətlər verilir. Məsəl üçün, ədəd isə fərqli olanları, şərtə uyğun fərqli olanları kənara yazırıq. Amma ortaq xüsusiyyətləri olanları ortaya yazırıq. Bizə deyir 3'ə bölünən ədədlər, 2'yə bölünən ədədlər. 3'ə bölünən ədədləri burada qeyd edəcəyin. 2'yə bölünən ədədləri burada qeyd edəcəyin. Həm 3'ə, həm də 2'yə bölünən ədədləri isə ortaya yazacağın. Diqqətli olaq. 15. 15 bilirik ki, tək ədəddir. Bütün tək ədədləri 2'yə böləndə qalıq qalır. Qalığımız 1 olur. Yəni 15 2'yə bölünmür. Amma 3'ə bölünür. 15'i 3'ə bölsək edəcək 5'i. Yəni 15 yazılır 3'ə bölünən ədəd kimi. 28. 28 bilirik ki, cüt ədəddir. Bütün cüt ədədlər 2'yə bölünür. Bölmənin əlamətidir. 28 3'ə bölünürmü? 3'ə bölmənin əlaməti rəqəmlərin cəmi 3'ə bölünən ədədlər 3'ə bölünür. 28'in rəqəmlərin cəmi 2'nin üzərinə 8 gəlsə 10 edir. 10 da 3'ə bölünmür. Ona görə bu ədədi ortaya yazmırıq. 3'ə bölünmür. 2'yə bölünür yazırıq 2'ə bölmə əlamətinin altına. 57. 57 baxırıq tək ədəddir. Tək ədəddirsə 2'yə bölünmür. Rəqəmlərinin cəmi 12'dir. 5'in üzərinə 7 gəlsə 12'dir. 12 3'ə bölünürsə demək 57 də 3'ə bölünür. 57. Aha. Davam edirik. 72. 72 cüt ədəddir. 2'yə bölünür. Bəli, bölünür. 72'nin rəqəmlərin cəmi neçədir? 7'nin üzərinə 2 gəlsək edir 9. 7'nin üzərinə 2 gələndə 9 edir. 9 da 3'ə bölünür. Demək ki, 72 cüt ədəddir. 2'yə bölünür. Rəqəmlərin cəmi 3'ə bölündüyü üçün 72 3'ə bölünür. 24 düşür. Demək 72 həm 2'yə həm də 3'ə bölünür. Ona görə 72 ədədini ortada qeyd edirik. 126. 126 cüt ədəddir. Sonu 6 ilə bitib. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədəd cüt ədəddir. Bütün cüt ədədlər 2'yə qalxsız bölünür. Bəs 126 3'ə bölünürmü? Rəqəmlərinin cəminə baxaq. 1'in üzərinə 2 gəlsə 3, 3'ün üzərinə 6 gəlsə 9. 9 3'ə bölünür, demək 126 3'ə bölünür. Bu ədəd həm 2'yə, həm də 3'ə bölündü. Ortaq xüsusiyyət oldu. 82. 82 cüt ədəddir. Cüt ədəd isə 2'yə bölünür. Baxaq 3'ə bölünürmü? 8'in üzərinə 2 gəlsə edir 10. 10 3'ə bölünmür. Demək ki, bu 82 ancaq 2'yə bölünmənin aşağısından yazırıq. 224. 224 baxırıq cüt ədəddir, 2'yə bölünür. Rəqəmlərinin cəmi neçədir? Rəqəmlərinin cəmi 8'dir. 8 3'ə bölünür, xeyr, bölünmür. Demək 224 ancaq 2'yə bölünəcək. Bu qədər. Baxaq növbəti tapşırığa. Uşaqlardan kimin fikri doğrudur? Bir neçə nümunə göstərməklə cavabınızı əsaslandırın. Baxaq. Samir deyir ki, həm 2'yə, həm də 3'ə bölünən ədədlər 6'ya da bölünür. Samirin fikrini doğrudur. Qaydaya uyğun olaraq doğrudur. Gəlin yoxlayaq. Məsələn 18. 18 2'yə bölünür. Düşür 9'u. 18 3'ə bölünür. Düşür 6'sı. Deyir həm 2'yə, həm 3'ə bölünən ədədlər 6'ya da bölünür. 18 bəli, həm də 6'ya bölünmüş olacaq. Düşəcək 3'ü. Samirin fikri doğrudur. Səbinənin fikrinə baxaq. Deyir 5'ə bölünən bütün ədədlər 10'a da bölünür. 10'a bölünən bütün ədədlər 5'ə bölünür desəydi doğru olardı. Baxın, 10'a bölünən bütün ədədlər 5'ə də bölünür. Bu fikir doğrudur. Amma 5'ə bölünən bütün ədədlər 10'a bölünmür. Məsəl üçün 25. 25'i 10'a bölsək düşəcək ikisi, qalıq qalacaq 5.
15, 35, 45 10-a bölünmənin əlaməti odur ki, sonu 0-la bitən ədədlər 10-a bölünür. Sonu 5-lə bitən ədədlər 10-a bölünəndə qalır həmişə 5 qalır. Səbinənin fikri oldu yanlış. Həm 2-yə, həm də 5-ə bölünən ədədlər 10-a bölünür. Məsələn, 30, 30-u 2-yə də bölürük, 5-ə də bölürük. Həmçinin 30 10-a da bölünür. Və yaxud da ki, başqa bir ədəd deyək. Məsəl üçün 50. 50 2-yə bölünür, düşür 25. 50 5-ə bölünür, düşür 10. 50-ni 10-a bölsək, düşəcək 5-i. Bu fikirdə doğru olmuş oldu. Növbəti tapşırığımıza baxaq. Gülsüm, bunları silək. Baxaq. Gülsüm qısqasla düzbucaqlı formasında telefonun enini və uzunluğunu ölçdü. Bir qısqacın uzunluğu 15 millimetrdir. Telefonun perimetri neçə santimetrdir? Telefonun üzünün sahəsi neçə kvadrat santimetrdir? Gəlin baxaq. Bir qısqac neçə bərabərdir deyir? 15 millimetrə bərabərdir. Baxaq. Gəlin əvvəlcə enini müəyyən edək. Eni 1, 2, 3, 4 qısqancdır. Eni edəcək 4 qısqac. 4 qısqacsa 15-i vururuq enini tapmaq üçün. 15 millimetri. 15-i vururuq 4-ə. Edir 60 millimetr. Aha. Sonra deyir ki, uzunluğunu tapaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Uzunluq oldu 8 qısqac. Uzunluq. 8-i də vursaq 15-ə edəcək 120 millimetr. Perimetrini tapın deyir. Perimetrin düsturu nədir? P bərabərdir 2 vuraq A plus B. Bu da bərabərdir. 2-ni vururuq. A en olsun. Eləsin 60 millimetr. Üzərinə gələk 120 millimetr. 60-ın üzərinə 120 gəlsək edir 180. 180-i də 2-yə vursaq edir 320 millimetr. Üzürlü sayın gözətməli oldum. Bir qədər problem baş verdi planşetdə. Aha, telefonun perimetri neçə santimetr olmuşdu?
Yazdıqlarımız burada silindi. Enini tapmışdıq. 15'i 4'e vurmuşduq. 60 millimetr. Uzunluğunu tapmışdıq. 8'i vurmuşduq. 8'i vurmuşduq 15'e, etmişdi 120 millimetr. Doğrudurmu? Və biz bunun perimetrini tapdıq ki, perimetrin düsturu 2 vuraq. A plus B'dir. Yəni bərabərdir. 2'ni vurduq. 60 millimetr üstə gələk 120 millimetr. Bərabərdir. 2 vuraq 60'ın üzərinə 120 gəlsə edir 180 millimetr. 2'ni də 180'e vursak edir 360 millimetr. Və bizə deyir ki, neçə perimetri neçə santimetrdir? 360 millimetrimizdə ona bölməklə santimetri taparıq ki, 36 santimetrdir. Perimetrimiz olacaq 36 santimetr. Əvvəldən də yəni santimetrə çevirərək də yaza bilərdik. Məsələn, bu qaydada da yaza bilərdik. ...60 millimetrimiz 6 santimetrdir. 120 millimetrimiz 12 santimetrdir. Millimetri santimetrə keçirəndə ona bölürük. Perimetrin düsturunu yazarıq. P bərabərdir 2 vuraq A üstə gələk B bərabərdir 2 vuraq 6'nın üzərinə gəlirik 12'ni bərabərdir 2 vuraq 18 bu da bərabərdir 36 santimetr etmiş olacaq. Bu perimetri idi. Sonra bizə deyir ki, telefonun üzünün sahəsi neçə kvadrat santimetrdir? Sonra sahəsini soruşur. Sahəsini soruşursa yenə də tərəflərini tapdıq ki, tərəfi eni 60 millimetrdə 60 millimetrimiz 6 santimetr. Uzunluğumuz 120 millimetr edir 12 santimetr. Sahəsini tapmaq üçün sahənin düsturu S bərabərdir A vuraq B'dir. S bərabərdir 6 santimetri vururuq 12 santimetrə. Bu da bərabərdir edəcək 72 santimetrin kvadratı. Sahəsi 72 santimetrin kvadratı etmiş olacaq. Sonuncu 9-cu məsələyə baxaq. Icebergin kütləsinin 8'də 7 hissəsi suyun altında, qalan hissəsi isə suyun üstündədir. Kütləsi 920 ton olan icebergin suyun altında və üstündə qalan hissəsi neçə tondur? Baxın əziz şagirdlər, icebergin kütləsinin 8'də 7 hissəsi suyun altındadır. Altında olan hissə 8'də 7'dirsə, altında 8'də 7'dir. Burada ne yazaq? Altında olan hissə 8'də 7'dirsə, bəs icebergin üstündə olan hissə neçədir? Ümumilikdə kəsir 8'də 8'dir. Doğrudurmu? 8'də 8'in 8'də 7'si altdadırsa, 8'də 8'dən 8'də 7 çıxsaq, 8'də 1'i üstündədir. Biz necə tapa bilərik? 2 yolla tapa bilərik. 920'nin 8'də 7 hissəsini taparıq. Ədədin hissəsini tapmaq üçün nə edirik? Ədədi hissə göstərən ədədin məxrəcinə bölürük. 920'ni bölürük 8'ə. Vururuq sürətə 7'yə. 920'ni 8'ə bölsək, 9'un içində 8 bir dəfə, 12'nin içində 8 bir dəfə, çıxanda qalır 40, 40'ın içində 5 dəfə. Yəni, bunu da vuruq 7'yə. 7'yə vursaq, 7 dəfə 5'in 35, 5, 3 ya da 7 dəfə 5'in, 7 dəfə 1'in 7, 3 də ya da 10, 0, 1'ə 7, 1'in 7, 1 ya da 8, 805. Yəni, 805 tonu suyun altındadır. Bəs suyun üstündə olan hissəsini necə taparıq? 920'nin 8'də 1 hissəsini taparıq. 920'ni 8'ə bölüb 1'ə vurmaqla 8'ə böləndə aldıq ki, 115 etmiş olur.
8'ə bölüb 1'ə vurmaqla suyun üstündə olan hissəsini tapa bilərik. Və ya ikinci yol. Biz suyun altında olan kütləni tapdıq. Tapdıq ki, 920'nin 8'də 7 hissəsi, yəni suyun altında olan hissəsi 805 tondur. Suyun üstündə olan hissəsini də tapmaq üçün 920'dən çıxarıq 805'i, suyun altında olan hissəsini. Burada da qalacaq 115 ton. Yəni 115 tonu suyun üstündədir, 805 tonu isə suyun altındadır. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlar